Salam olsun, eşq olsun, əziz və hörmətli, möhtəbər, möhtəşəm Azərbaycanlılar, Naxçıvan və Naxçıvanlar. Hamımızın çox tanıdığımız, mənim şəxsən hörmət elədiyim bir insanlardan biridir, Bay Mübariz. Mən onu Ordubadda bilirəm, amma nə dəxli var? Elimizdir, qanımızdır, canımızdır, cərimizdir. Onu çox möhtəşəm bir yeməyi var, Mübarizə özəldir. Naxçıvan qavurmasında küftə. Baxın, göstərəcəyəm. Bunu zəhmət olmasa belə göstər. Görsənir? Bəli. İndi hələ baxın, davamı gələcəkdir. Demək, bunu nətər yeyirlər, dostlar? Mən bunu başqa bölgələrin yeməkləri ilə istəmirəm. Nə həmin o bölgənin adını çəkir. Çünki elə bu Bay Mübarizə məxsusdur deyəni elə qoy istəyirəm, özəlliyi də qalsın. Bunu bu formatda, dostlar, bu formatda çörəyə tökürük. Tökəndən sonra bunun suyunu əlavə edirik. Görürsünüz, yaxınlaşdır bunu istəyirsən balaca. Bunun suyu əlavə olunandan sonra, bunu bu formatda belə deyirlər, mən də belə görmüşəm. Bunun içində özəl olaraq Mübariz bəy özünə məxsus ədviyyatları ki var, onları əlavə edib. İndi mən baxacağım ona və necə deyərlər, göz haqqınızı halal edin. Ya Bismillah deyirəm. Bismillah. Vay vay. Uy Allah, bu nədir? Buramı yiyəcəm, denən, açıq möhkəm denən, problem yox, eşdirəm. Əti də bu. Ət vuracam da darıq. Əti qoyursan, əzirsən, yiyirsən. Götür o pişi qoy. Onun formatını göstərmə. Formatı belədir. Sonra da bunun ətini də yaxşı-yaxşı götür. Ətini əlavə. Möcüzə oradadır. Bunun içində. Möcüzə. Bu küftədir, küftənin içində Naxçıvan qavurması. Küftənin içində Naxçıvan qavurması. İndi bir dəqiqə mən bir şey deyəcəm. Bunu yaxın götür. Bunu kəsib, qoy. Hamı üçün maraqlıdır bunun içindəki. Aram. Buna baxayım. Adam qıymır, buna baxın. Bir dənə baxın. Təmizliyə bir dənə baxın. Xahiş edirəm, amma baxın. Bunu necə yeməmək olur? Özdə dostlar, onu da deyim ki, Mübariz müəllim, mən eşitdiyimə görə, məndə olan məlumata görə bu ədviyyatları özünə özəldir. Dadı da çox spesifikdir. Bunun dadına da baxacağım. Hamınızı bura gözləyirəm. Gəlin bura. Siz, anamın ora. Gəlin yerimizə də, bura gəlin. Bismillah. Vallahi deyirəm, çox mükəmməl. Vallahi deyirəm. Bura hələ gəlməmişsinizsə, demək ki, yetişibsiniz. And ola Allah. Çox süperdir. Mənə nuş olsun, hər şey əla. Bəqəm. Açam, xoş gəldin. Razı olsun, gəldikcə sevindim. Öpürəm. Mən bir dənə bir şey deyirəm. Mən də saxtakarlıq edirəm. Tam sənmi deyirəm, sənin qadabalara. Çox süperdir, əllərimə sağlıq. Allah, mən çox istəyərəm ki, Bay Mübariz, bax, çoxala gedir. Çörəyin bol olsun, canın sağ olsun. Öpürəm sən. Qadabalarım, var olsun. Sevindim ki, bunların özəl reçep. Qeyd eləmişəm, çox əla və möhtəşəm. Öpürəm sən, sağ ol əzim. Səbuy mənim sizə də nuş olsun. Çox sağ olun. Amma mən bir dənə xahiş edirəm. Bir dənə çox xahiş edirəm. Bir dənə ağzınızı açın, dadına baxın. Mən baxın. Nəsə yeri olsam, Allah. Elə həyat yoldaşım, ər-arvad elə bir yerdə Quran haqqı, trend yarada bilərik, elə bütün məkanları ged. Valla, neyinirik ki? Təmiz insanlara, cəmiyyətə təmiz harada yeməklər verirlər, onları örnək olaraq göstərim, yox. Buna baxın. Naxçıvan qavurmasıdır, bax. Bax.
Vallah mükəmməldir. Gəlin yeyin. Allah'ın olsun Yanında gəlin. verilən qırmızı Yanındakı da soğan. təmiz Naxçıvan Ordubad sumağıdır. Bunu mən belə yeyirəm. Qalar. Qırmızı soğan da yanındadır. Mən bura həmişə gələndə Naxçıvan mətbəxinə görə gəlirəm. Amma tam səmimi deyəcəyəm ki, doğrudan da Mübariz ağam əllərə sağlıq. Çox mükəmməl, çox süpersin. Öpürəm. Mübarizdə hamımızı gözləyirik. Mübariz ağamın Xırdalan şəhəri Heydər Əliyev Parkının içində. Elə deyil. Bəli. Ləzzət ovçusu Bariz. Doğrudan Bayram ləzzət meydanı yanı. artısı da. 10 dollar səbkə və bura çox süper. Öpürəm. Nuş olsun.